Vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə 2024 DİM birinci qruplar üçün 20 sınaq kitabının 5-ci sınaq imtahanının suallarının izahlarını paylaşıram. Bu sınaq imtahanında bərabərsizliklər mövzusu, ədədi ardıcılıqlar, silsilələr, fiqurların sahəsinə aid tapşırıqlar ilə tanış olacağıq. Gedək suallara. Çalışma 1. Modul 2x-5 kiçik bərabər 13 bərabərsizliyin tam əllərinin sayını tapın. Belə bərabərsizliyi 2 qat bərabərsizliyi ilə həll etmək daha səmərəlidir. 13-dən kiçik bərabərdir, mənfi 13-dən böyük bərabərdir. Hər tərəfə 5 əlavə etsək, sol mənfi 8, sağ 18 olur. Hər tərəfdə 2-yə bölsəm, sol mənfi 4, sağ 9-dur. Aralığımız mənfi 4, 9 parçası. Buradakı tamların sayını tapmaq üçün 9-dan mənfi 4-ün çıxıb, üzərinə 1 əlavə edirik. Cavabımız 14-dür. D variantı. Çalışma 2. Verilmiş ədədi silsilədə A4 8, D5 olarsa A12-ni tapın. A12, A4 üzərinə gəl, 8 dedi. Baxın, 12-dən 4-ün çıxırıq. D-nin əmsalı 8 olur. Bu da bərabərdir. 8 üzərinə gəl. 8 vur. 5, 40 plus 8. Cavabımız 48'dir. C variantı. Çalışma 3. Tərəfləri 10, 12, 14 olan üçbucağın sahəsini tapın. Belə bir üçbucağımız olsun ki, bir tərəf olsun ABC-də 14'dür, 12'dir, 10'dur. S bərabər heronla tapsaq, birinci bizə lazımdır yarım perimetr. A üstə gəl, B üstə gəl, C'nin yarısı, yəni 10 üstə gəl, 12 üstə gəl, 14'ün yarısı 36 bölü 2, 18'dir. Heron necə idi? Kök altında P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Yəni kök altında 18 vur, 18'dən 12'sini çıxıram, 6. 18'dən 10'un çıxıram, 8. 18'dən 14'ün çıxıram, 4. Bərabərdir. 18'i 9 vur 2, 6'nı 2 vur 3, 8'i 2 vur 4, bir də vur 4 yazsam. Bu bərabərdir. 9'dan 3 çıxır, 2 2'dən 1 2 çıxır. Bu 2 4'dən 1 4 çıxır. Amma 3'dən 2 6 kimi qalır kökün daxilində. Bu da 24 kök altında 6. Y variantı. Çalışma 4. Verilmiş bu bərabərsizliyin 3-9 parçasına daxil olan tam əllərinin cəmini tapın. Əvvəlcə mötərizəni açaq və nəzərə alaq ki, x 7-ni ala bilməz. 3 üzərinə gəl 4x, üzərinə gəl 4, üzərinə gəl 1 bölü x çıx 7, böyük bərabərdir. 3x, baxın, bu 7 ilə x-in yerini dəyişsəm, məxrəci x minus 7 etsəm, qarşıya bir mənfi atacam, olacaq üstə gəl 1 bölünsün, x çıxılsın 7, bir də üzərinə gəl 12. Həmin bu x minus 1 bölü x minus 7'lər islah olunur, sağlı sollu. 3x'i sol tərəfə keçirsəm, 4x çıxılsın 3x. Böyük bərabərdir. 12'ni saxlayıram. 3 ilə 4. 7 sağa keçirsəm, çıx 7. X də böyükdür, bərabərdir 5'dən. Ədəd oxumda qeyd edirəm. 5'dən böyükdür. Bir də eyni zamanda bizə aralıq verilibdir. 3, 9. Və bu aralıqda 7'ni də almır. Bir də aralığımız olur. 3, 9 parçasını ştrixləyirik. Üst-üstə düşüb kəsişmə hissəsi olur. 5'dən 7'yə birləşir 7'dən 9'a. Bu aralıqdakı tamlar 5, 6, 8, 9. Toplasaq bu ikisi 11, bu ikisi 17. Cevabımız 28. B variantı. Çalışma 5. B-in həndəsi silsiləsində B6 vur B10 bərabər 4'dürsə, B4, B12, B8 hasilinin böyük qiymətini tapın. Baxın, bu ikisini vursan bir-birinə. Bu olacaq B8'in kvadratı. İndekslər cəmi 16, yarısı 8. 4'dürsə, modul B8 2'dir. Yəni B8 ola bilər 2 olsun və ya B8 olsun mənfi 2.
B4'ü B6'ya vuranda olur B8'in kvadratı. Vur B8. Bu oldu mu? B8'in kubu. Əgər bizdən hasilin böyük qiyməti soruşulursa, B8'in yerinə 2 yazsam, 2'nin kubu 8. Amma kiçik qiymət desəydi, mənim 8 olacaqdı. Cavabımız A variantı. Çalışma 6. Tərəfləri 18 və 15 olan paraqramın hündürlüklərindən biri digərindən neçə dəfə böyükdür? Bu olsun bizim paraqramımız. Tutaq ki, A-dır, B-dir, C-dir, D-dir. Tərəflərindən biri 18-dir, digəri 15-dir. 18 tərəfə çəkilən hündürlüyə H1, 15 tərəfə çəkilmiş hündürlüyə H2 deyirəm. Biz bilirik ki, paraqramda AH-a bərabərdir BHB-yə. Yəni 18 vur H1 bərabərdir 15 vur H2-dirsə, hər iki tərəfi 3 ixtisar aparsam, 6H1, 5H2-dirsə, H1'imiz 5K'dır, H2'miz 6K'dır. Biri digərindən neçə dəfə böyükdür? Yəni H2 böl H1 bərabərdir 6K bölünsün 5K. Cavabımız 1 tam, onda 2 dəfə. B variantı. Çalışma 7. İki parametrin neçə natural qiymətində bərabərsizliklər sisteminin həlli yoxdur. Baxın, əgər bərabərsizliklər sisteminin həlli vardısa, mən bunların bir neçə versiyasını deyim sizə. Misal üçün, x böyükdür A, x böyükdür B. İkisində də eyni fikir verirsiniz, bərabərsizlikdir. %100 ikisində də böyükdür. Böyükdür və ya bərabərdir, fərqi yoxdur. %100 bu bərabərsizliklər sisteminin həlli var. Və ya ikisində də kiçikdir və ya kiçikdir bərabərdir, fərqi yoxdur. Biri kiçikdir, biri kiçik bərabər olsun. %100 həlli vardır. Burada 100% həlli var. Aynen böyle neçə olmağından asılı olmayaraq. Amma biri böyükdür, biri kiçikdir olanda, o zaman həlli olmalıdır ki, kiçik ədəddən böyük, böyük ədəddən kiçik olsun. Yəni bu cür. Baxın, bu bərabərsizliklər sisteminin həlli olmaması üçün bu 4A plus 4'dür. Bundan böyük olmalıdır. Kəsişməsi mümkün olmadığı hala baxacağıq. 5A çıx 8 burada olmalıdır ki, bundan kiçik olsun. Bilirik ki, bərabərsizliklər sistemində kəsişmə, bərabərsizliklər heyətində birləşmə götürülür. Fikir verirsinizmi? Ortada boşluq qaldı. Kəsişməsi yoxdursa, həllər çoxluqda yoxdur. Yəni 5A çıx 8 kiçikdir, 4A plus 4'dür. A da kiçikdir 12'dən. A 12'dən kiçikdirsə, bizdən də soruşulur natural həllərinin sayı. 11 natural həlli vardır. Cavabımız B variantı. Çalışma 8. Düsturlardan neçəsi eninci həddin düsturu ola bilər ardıcıllıqda? Bilirik ki, ardıcıllıqda buradakı n'lər mütləq natural ədəd olmalıdır. Ardıcıllıq üçün hər hansısa bir həddin mövcud olmadığı qeyri-mümkündür. Yəni %100 mümkün olmalıdır. Bu nə deməkdir? Yəni A1, A2 var, A3 olmasın, getsin A4'ə. Yəni belə bir ardıcıllıq ümumiyyətcə mövcud deyil. Bu nə deməkdir? Məxrəcin sıfırı naturaldısa, diqqətlə bu cümləyə fikir verin. Məxrəcin sıfırı naturaldısa, belə bir ardıcıllıqdan söhbət gedə bilməz. Natural deyilsə, belə bir ardıcıllıq ola bilər. Misal üçün, buradakı məxrəcin sıfırı, n plus 7'nin sıfırı mənfi 7'dir. Natural deyil ki bu. Mövcud ola bilər. Yəni, belə bir ardıcıllıq vardır. İndi gedək 2'yə. 2'dən məxrəcdə n kvadrat çıx 49'un sıfırı, n kvadratı 49'dursa, modulu 7'dir. Yəni, ya n'imiz 7'dir, ya da n'imiz mənfi 7'dir. Və bunları ala bilməz. Əgər bunları ala bilmirsə, A7 mövcud ola bilərmi burada? A7 yoxdursa, belə bir ardıcıllıqdan söhbət gedə bilməz. Üçüncündə, n kvadrat plus 8, 81. Bunun sıfırı, yəni bu qeyri-mümkündür sıfır olsun. Həmişə sıfırdan fərqlidir. 3 mövcud ola bilər. 4'də n kvadrat çıxılsın, 7n plus 10'u bərabər etsəm sıfıra, n çıxılsın 5,
n çıxılsın ki, bərabər sıfıra. Ya n'imiz 5'dir, ya n'imiz 2'dir. Baxın, nə 5'i, nə də 2'ni ala bilməz. Yəni, A5 ilə, təsəvvür edin ki, A1 var, A2 yoxdur, gedir A3'ə, A4 var, A5 yoxdur, gedir A6'ya. Bu arcılıqdırmı? Deyil. Yəni, dördüncü arcılıq deyil. Beşincidə n kvadrat çıxılsın, 4n plus 9'un köklərini araşdırsam, diskriminantı fikir verin, 16 çıxılsın, 36 mənfidir, həqiqi kökü yoxdur. Yəni, məxrəcin sıfırı natural deyil, belə bir arcılıq vardır. Eyni qaydada n kvadratı çıxılsın, 10n üzərinə gəl, 2'ni bərabər etsəm, sıfıra məxrəcin diskriminantı müsbətdə olsa, fikir verin, 100 çıxılsın 8 bərabərdə 92. Məxrəcin kökləri natural deyil. Yəni, köklərini araşdırsam, 10 üzərinə gəl, kökdə 92 bölünsün 2. Yəni, natural deyil deyə belə bir arcılıq vardır. Demək, 1, 2, 3, 4. A variantı. Çalışma 9. ABCD düzbucaqlısında AB'ye söhbət gedir. Bu üçbucaqdan AB'ye və AYD söhbət gedir. Bu üçbucaqdan. Bu ikisinin cəmi, buna S1 deyək, buna S2 deyək elə. S1 üzərinə gəl, S2 bərabərdə 24'dür. Və bir də belə bir üçbucağımız var. Yəni, bunu da göstərək. YCD'dən də söhbət gedəcək. Bunu da fərqli rəng eləyək. Bu da olsun bu cür. Bu da olsun S3. CYD, yəni S3 üzərinə gəl, AYD, yəni S2 bərabərdə 18. Və nəzərə alaq ki, SABY üzərinə gəl, SYCD bərabərdə SAYD, bu da bərabərdə 2'də 1 SABCD'dir. Yəni, S1 ilə S3'ün cəmi S2'yə bərabərdir. Ümumi sahəni S götürsək, o da bərabərdir ümumi sahənin yarısına. Gəl bu ikisini tərəf-tərəfə toplayaq. S1 plus S3 plus 2S2 bərabərdir 42'yə. S1 ilə S3'ün yerinə S2 yazsaq, onda 2S2 ilə toplasaq, 3S2 42'dirsə, S2 14'dür və bizdən də ümumi saha soruşulur. SABCD bərabərdir 2SAYD'dir. Yəni 2S2'dir. 2 vurur 14, cavabımız 28'dir. Y variantı. Çalışma 10. X kvadrat çıxılsın, bu x plus c bərabər 0 kvadrat bərabərsizliyinin ən kiçik və ən böyük tam əllərinin cəmi 15 olarsa, c-nin ala biləcəyi ən böyük qiyməti tapın. Məlumdur ki, belə bir bərabərsizliyin həllər çoxluğu x1, x2'dir. x1 kiçikdir, x2'dən. Və ən kiçik və ən böyük tam həllərinin cəmi 15'dir. Yəni, x1 üzərinə gəl, x2 15'dir. Bizdən x1, x2'nin ala biləcəyi ən böyük qiymət soruşulur. Bilirik ki, x1 plus x2 və bizə verib natural böyükdür bərabərdir. 2 kökdə x1, x2. 15 böyük bərabərdir. 2 kökdə x1, x2'dirsə, 225 böyükdür bərabər 4x1, x2. 4x1, x2 kiçikdir bərabər 225 isə x1, x2 kiçikdir bərabərdir 56 tam %25 və bizə də x1, x2 natural veribsə, onda hasilinin ən böyük qiyməti olacaqdır 56. Bunu bu cür də tapa bilərsiniz. İndi yazacağım kimi də yaza bilərsiniz. Bir üsul olsun bu. Bir üsulu x1 plus x2 şərtdə verib 15'dir. Əgər köklərindən biri 15, köklərindən biri x götürsəm, ikinci kökü olacaqdır 15 çıxılsın x.
Yəni bu dediyim qaydanı şifahi tapmaq üçün tətbiq eləyə bilərsiniz. Və hasilin ən böyük olması üçün onlar yaxın ədəd olmalıdır. Yaxın olması üçün birini 7 götürərəm, digərini 15 çıx 7, 8 götürsəm, hasili ən böyük olan 56 olar. Bu qaydanı da tətbiq eləyə bilərsiniz. Cavabımız B variantı. Çalışma 11. A30 bölünsün A36. Üzərinə gəl. A32 böl A36, üzərinə gəl A34 böl A36 bərabərdir. Burada bir mənfi birimiz olmalıdır. Mənfi 1 olduqda silsilənin sıfıra bərabər olan həddinin nömrəsini tapın. Məxrəcləri bərabər olan kəsirlər kimi eyni kəsirdə yazsaq. A30, A32, A34 bərabərdir mənfi 1-dirsə. Burada A36-dır. A36. Surətdə indeksləri cəmini toplayıb 96-nı bölsəm 3-ə. 3A32 bölünsün A36 bərabərdir mənfi 1. 3A32 bərabərdir mənfi A36. 3A32 üzərinə gəl A36 sıfırdır. Yenə 32-nin 3 misli 96. Üzərinə 96 ilə 36-nı toplasam 132. 4 hədd vardı deyə, baxın bunun çarpaz elə buradan da vurub yazmaq olardı bu arada. A30, A32, A34 bərabər mənfi A36, mənfi A36 keçirsəydim sol tərəfə, baxın buradan da yaza bilərdik. A30 üzərinə gəl A32, A34, A36 bərabər 0. İndeksləri cəmini topladım, bölürəm 4-ə. Olurmu? 4A33 bölünür bərabərdir 0-a, onda elə A33 bərabərdir 0-a. Bayaqki kimi də yazsaydım 3A32 plus A36 bərabər 0-dırsa, 3-ü vururam 32-yə 96, 36 ilə toplayıram 132, 4-ə böləndə yenə eləyir 4A33 bərabər 0-a, 30-cu həddir 0-a bərabərdir. C variantı. Çalışma 12. ABC üçbucağının tərəfləri 4 bərabər hissəyə bölünmüşdür. Ştrixləmişsən sahəsi ABC-nin sahəsinin hansı hissəsidir? 4 bərabər hissədirsə, bura 1, 1, 1, 1 hissədir. Burada 1, 1, 1, 1 hissədir, 1-dir. Bura ümumi 2-dir. Bunlar da 1, 1-dir. Ümumi 4 hissədir, düzdür? Onda bura bir M deyirəm, burada bir K deyirəm. S-A-M-K-nın S-A-B-C-yə nisbəti bərabərdir 1-in 4-ə nisbətinin kvadrat. Çünki tərəflər nisbəti K-dır, sahələr nisbəti K kvadratdır. Yəni 16-da 1. Bu nə deməkdir? S-A-M-K 1 hissədir. S-A-B-C 16 hissədir. Sizcə, həmin bu F, Y orta xətt rol oynayırmı? Çünki tam yarıdan bölübdür. Bəs orta xəttin S, A, F, Y-nin böyük üçbucaqdan ayırdığı üçbucaq, balaca üçbucaq F, Y-nin S, A, B, C-nin 4-dən biri deyilmi? Yəni 16x-nin 4-dən biri, o da 4x-dir. Diqqət yetirin, rəngləyəcəm bu hissəni, sonra siləcəm qarışmasın. Baxın, yaşıl hissə ümumi üçbucağın sahəsinin 4-dən biridir. Yəni 4x-dirsə, bizə deyil balaca ağ hissə, bura x-dir. Baxın, burada x-dir. Burada x-dir, çünki eyni bir hissədir axı. Bu yaşıl hissə 4x-dirsə, onda bu qara ki hissə var, yəni S, M, F, Y, K-nın payına qalırmı? 4x çıx x bərabərdir 3x. Amma bu qara hissədə 3x-dir. Bizdən də ABC-nin o ştrixləmiş, yəni rəngli hissənin, qara hissənin ümumi sahənin hansı hissəsi soruşulur? Ümumi sahə 16 hissədir. Həmin o rəngli hissələr 3x, x və x-dir. Yəni 5x bölünsün 10x bərabər 16x, 16-da 5-dir. D variantı. Çalışma 13. Bərabərsizliklər heyətini həll edin. Gəlin birinci mötərizəni açıq. 3x üzərinə gəl 4x üzərinə gəl 12 böyük bərabər 7x üzərinə gəl 7 üzərinə gəl 9. X kvadratı çıx 5x üzərinə gəl 12 də kiçikdir bərabər 0-dan. Soldakı 7x üzərinə gəl 12 böyük bərabər 7x üzərinə gəl 16. Yuxarıdakı daha doğrusu.
Bu ikincinin ümumiyyətcə həllər çoxluğu yoxdur. Nəyə görə? X kvadrat çıxılsın 5x üzərinə gəl 12-nin işarəsi nə mənfi ola bilər, nə sıfır ola bilər. Çünki buradakı ayımız, yəni x kvadratın əmsalı birinci həddimiz 1-dir. Yəni müsbətdir. Diskriminantımız 25 çıx 48 mənfidir. Onda belə çıxır ki, ax kvadratı plus bx plus c 3 həddisi həmişə müsbət qiymət alır. Burada amma mənfi yazır. Burada 7x-lər gedəndə 12 sizcə böyük bərabərdir 16-dan? Bu da deyil. Yəni həllər çoxluğu boş çoxluqdur. C variantı. Nöqtə 14. Ardıcıllığın ilk n həddinin cəmi Sn bərabərdir. N kvadratı üzərinə gəl 6n düsturu ilə verilib. Bu ardıcıllığın n-ci həddinin düsturunu tapın. Bilirik ki, An bərabərdir. Sn çıxılsın. Sn çıxılsın 1-də. Yəni, An bərabərdir. Sn-in yerinə n kvadrat üzərinə gəl 6n yazırıq. Çıx, baxın, Sn minus 1 nə deməkdir? Misal üçün, S5 deyəndə nə edirik? N-in yerinə 5 yazırıq, düzdür? S4 deyəndə N-in yerinə 4 yazırıq. Sn minus 1 deyəndə, baxın, harada N var? Yerinə N çıxılsın 1 yazıram. Üzərinə gəl 6 vurulsun, N çıxılsın 1. Sadəcə mötərizəni açaq. Çıx, N kvadratı çıxılsın 2N üzərinə gəl 1, üzərinə gəl 6N çıxılsın 6. Yəni, N kvadratı üzərinə gəl 6N, çıx, N kvadratı üzərinə gəl 2N çıx 1, çıx 6N, üzərinə gəl 6. N kvadratları 6N'lər islah olunur, geriyə qalır 2N, üzərinə gəl 5. A variantı. 15. Diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü 4 olarsa sahəsini tapın. Baxın, bu olsun bizim trapesiyamız. Trapesiyanın diaqonalları növü bərabəryanlıdırsa, diaqonallar qarşılıqlı perpendikulyardırsa, hündürlüyün uzunluğu orta xəttin uzunluğuna bərabərdir. Bu baxımdan S bərabərdir ya h kvadratı, ya d kvadrat bölü 2, ya da a üstə gəl b bölü 2-nin mötərizən kənar kvadratı. Bu baxımdan trapesiyanın hündürlüyü 4 verilibsə, sahəsi ilə 4-ün kvadratı 16-dır. A variantı. Çalışma 16. Verilmiş bərabərsizliyin natural əllərin cəmini tapın. Hər iki tərəfi kvadrata yüksəltmək olar, çünki hər iki tərəf zaten müsbətdir. X kvadratı çıxılsın 16x üzərinə gəl 64, böyük bərabər x kvadrat çıxılsın 8x üzərinə gəl 16. Sağ sol x kvadratları islah olunur. Mənfi 16x üzərinə gəl 8x böyük bərabər 16 çıx 64. Sol mənfi 8x, sağ mənfi 48, mənfiyə böləndə bərabərsizliyin işarəsi dəyişilir. X 6-dan çiftdir. Natural həllərinin cəmi soruşulur. Naturallar 1-dən 6-ya kimi olan 1, 2, 3, 4, 5, 6. Cavabımız 21-dir. B variantı. Çalışma 17. Birinci həddi ikinci həddindən 2 dəfə böyük olan B1, 2 B2 olan sonsuz həndə silsilənin ilk 2 həddinin cəmi bərabərdə 48-dirsə, bütün ədlərdən cəmini tapın. Əgər B2-ni B1-ə böldükdə küdürsə, onda küyümüz olacaq, B2 bölünsün 2 B2 küdürsə, küyümüz olacaq 2-də 1. B1 ilə B2-nin cəmi 48-sə, B1 plus B1 kü bərabərdir 48. Yəni, B1 vurulsun 1 plus küyümüz 48-dirsə, B1 vurulsun 1 plus 2-də 1 48-dir. B1 vur 2-də 3 bərabər 48-sə, B1-imiz olacaq 30, 3 ilə ixtisar gedir 16, o da 32. Bizə də S lazımdır. B1 bölünsün, 1 çıx Q. B1-imiz 32-dir. 1 çıx 2-də 1-ə böldükdə 32 bölü 2-də 1 cavabımız 64-dür. C variantı. Çalışma 18. Kvadratın daxilində götürmüş nöqtədən tərəflərə qədər məsafələr bərabər olmaqla 6 santimetrdir. Bizdən soruşulur, kvadratın sahəsini tapın. Əgər
Həmin nöqtədən tərəflərə qədər məsafələr bir-birinə bərabərdirsə, onda verilmiş nöqtə diaqonalların kəsişmə nöqtəsindədir, tam mərkəzdədir, simmetriya mərkəzindədir. Baxın burdadır. Deyir, bu da 6-dır, bu da 6-dır, bu da 6-dır, bu da 6-dır. Yəni tərəf 12-dir. Bizdən də sahə soruşulur. 12-nin kvadratı, cavabımız 144-dür. D variantı. Çalışma 19. A 18-dən böyük 24-dən kiçikdir. B 2-dən böyük 3-dən kiçikdir. Onda A üstəgəl B ilə A bölü B-nin birinin ən kiçik tam qiyməti, digərinin ən böyük tam qiymətinin hasilini tapın. Əvvəlcə A üstəgəl B-ni qiymətləndirək. Baxın, A üstəgəl B pozitiv əməldir. Pozitiv əməllərimiz toplama ilə vurma deyək, negativ əməllərimiz çıxma ilə bölmə deyək. Pozitiv əməllərdə elə alt-alta solları bir, sağları bir tətbiq edirik əməlləri. Amma negativ əməllərdə çarpaz, sol, sağ, sağ-sol söhbəti edirik. Bu nə deməkdir? Əgər A ilə B-yi toplayacamsa, elə solları bir toplayacam, 20, sağları bir toplayacam. 24-dən də 3-ü bir toplayacam, 27. Böləcəyəmsə, onda çarpaz, solu sağa böləcəm. Yəni 18-i bölürəm 3-ə, 6, sağı sola böləcəm, 12. Birincində ən kiçik tam 50 götürürəm, 21. İkincində ən böyük tam 50 götürürəm, 11. 21-lə də 11-in hasili soruşulur. O da 231. Y variantı. Çalışma 20. B3, B12, B21, 27 olduqda B12-ni tapın. Baxın, B3, B12, B21-in indeksləri cəmi edir 36. 3-ü, 12-ni, 21-i toplayıram. 36 3-ə bölünürmü? Bölünür. Bölündükdə 12. B 12-nin kubu. Və yaxud da ki, buradan da gedə bilərsiniz. Bu ikisinin yerinə indeksləri cəmi 24, yarısı 12 isə B12-nin kubu yazıb, bir dənə də B12-yə vurdunuz, 27-dirsə. Hər iki tərəfdən 3 dərəcədən kök alsaq, B12-miz 3-dür. B variantı. Çıxma 21. Perimetri 20 olan rombun kvadrat olmayan verir. Sahəsindən ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Bilirik ki, 4A 20-dirsə, A 5-dir. Və rombun sahəsi bilirik ki, S bərabərdir. Bucağına görə A kvadratı sinus alfadır. Və sinus alfanı da A kvadratı sinus 0-dan götürəcəyik. Kvadratı sinus 90-a qədər gedəcəyik. Ən böyüyü sinus 90-da alınır. Sinus 0-da da bilirik 0 alır. Kiçikdir S rom, kiçikdir A kvadrat. Yəni bu civarda qiymətlər alacaq. 0-la romun tərəfi əgər eşitdirsə sahəsi olacaq 25. 0-25 arasındakı ən kiçik tam qiymət 1, ən böyük tam qiymət 24-dür. Bizdən də o ikisinin cəmi soruşulur. 24 plus 1 cavabımız 25-dir. B variantı. Çalışma 22. Verilmiş bərabərsizliklər heyətinin həllinin mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün A parametrini ala biləcəyi natural qiymətlərin cəmini tapın. Baxın, bütün ədədlər çoxluğu olması üçün həllər çoxluğunun 9A minus 2 ilə 7A plus 10-un ədəd oxunda yerləşməsi bu cür olmalıdır ki, bundan böyük olsun, digərindən kiçik olsun, həllər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq olsun. Yəni, qısaca olaraq 9A minus 2 kiçikdir 7A plus 10 olmalıdır. 9A çox 7A kiçikdir 10 üstə gəl 2, 2A kiçikdir 12-dirsə, A da 6-dan kiçikdir. X, mən A yazdım burada, yox, elə A'ymış. A kiçikdir 6-dan. A-nın ala biləcəyi natural qiymətlərin cəmi 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir. Topladıqda cavabımız 15-dir. B variantı. Çalışma 23. Verilmiş ardıcıllığın ən kiçik həddi ilə həmin həddin nömrəsinin cəmini tapın. Gəlin əvvəlcə kökün daxilində tam kvadratı ayıraq. N çıxılsın 4-ün kvadratçıq 16 plus 52. Bunu bölürəm 2AB-nin ikisinə. Bir də bu nəyin kvadratıdır ona? Geriyə qaldı mı 4? Çıx 4-ün kvadratı bir də çıxılsın. Burada nə yazdım? Onun kvadratını bir də çıxmalıyam ki, bərabərlik doğru olsun. Bu da olur. N çıx 4-ün kvadratı üzərinə gəl 36. Ən kiçik həddin
Həmin bu n çıx 4-ün kvadratı üzərinə gəl 36-nı. Dəyişənin ən kiçik qiyməti 4-dür. N-in yerinə 4 yazsam, onda A4 bərabər kök altında 4 çıx 4-ün kvadratı 0, yəni 36. Bu da bərabərdir 6-dır. Məndən də soruşur həmin nömrənin və həddin cəmini. Cavabım 10-dur. Çalışma 24. Sahəsi 100 pi olan dairənin daxilinə oturacağı 16 olan belə bir körbucaqlı üçbucaq çəkilib. Bir dənə üçbucağı formalaşdıraq. Təqribən bu cür olsun. Bu olsun bizim körbucaqlı üçbucağımız. Körbucaqlı üçbucaqda bizdə bu məlumat, informasiya olmalıdır ki, xaricinə çevrə çəkilibsə, mərkəzi üçbucaq müstəvisinin xaricində yerləşir. Əgər sahəsi 100 pidirsə, bir kvadratımız 100 pidirsə, onda erimiz 10-dur. Baxın, bu olsun həmin üçbucağın radiusu. Bu da olsun radiusu. 1, 2, bu da 10'dur. Bu da 10'dur. AO və BO orada radius rol oynuyor. 10'dur. Oturacağa indirilmiş perpendikular BK hündürlük aynı zamanda median rol oynuyor. 10'da hündürlüktür, eyni zamanda mediandır, eyni zamanda tən böləndir. Çünki növünü verib bizə bərabər yanılır. K AC-nin yarısına bərabərdir. Yəni 16/2 8-dirsə, onda Pifaqora görə K-onu tapa bilərəm. AK o üçbucağından KO bərabər kök altında 10'un kvadratı çıx 8'in kvadratı. Bu da bərabərdir. 100 çıxılsın 64, 36, o da 6'dır. Əgər KO 6'dırsa, mənə lazımdır BK. BK, sizcə BO çıxılsın OK deyilmi? Yəni 10 çıxılsın 6 bərabərdir 4-ə. Baxın, bu qədər məsafəmiz 4'dür. Oturacaq 16'dır. S bərabər deyilmi? Tərəf bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. AC-miz ümumi AC bərabərdir 16 veribdir. 16'dır. BK o tərəfə çəkilmiş hündürlükdür. 4'dür. Böl 2. O da bərabərdir 32. Cavabımız 32'dir. Çalışma 25. Verilmiş bərabərsizliyin natural əllərin cəmini tapın. Ədəd oxunda qeyd etsək, məxrəcin sıfırlarından biri 8'dir, surətin sıfırlarından biri 1'dir, digəri 4'dür. 8 alınır mı? Amma surətin sıfırlarını alır. Burada bir təkrarlanan kökümüz vardı. Fikir verin. Kvadrat. X minus 1'ə aiddir deyə 1'in sağ soluna belə bir nöqtə qoyuram ki, onun sonra eyni işarə alacaq. Sağdan başlayaraq x-lərimin qarşısı müsbətdir deyə plus, minus, plus, plus. Bu cür işarələyirəm. Mənə mənfi aralığı və sıfırları lazımdır. Sıfırları. Bu ikisidir. Mənfi aralığı da budursa, bunda aralığımız olur. 1, birləşir. 4, 8 yarım intervalı. Bura daxil olan natural əllərin cəmi 1'dir, 4'dür, 5'dir, 6'dır, 7'dir. Neçədir? Bu ikisi etdi. Bu üçlü ilə 10 edir. Üstünə də 13'ü gəlirəm. Cavabımız 23'dür. Çalışma 26. Ədəd oxunda 5 və 145 arasında bərabər məsafələrdə olmaqla 69 ədəd yerləşdirilmişdir. 5-dən sonra gələn 8-ci ədədi tapın. Yəni A1'imiz 5'dir. Bu arada 69 ədəd varsa, onda A neçəmiz 145 olur? 171. Çünki bu birinci həddirsə 69'u burada 70'i getdi. Onda bunun payına qaldı 71-ci hədd. Birinci D-yi araşdıraq. İndeksləri fərqi olur D-nin əmsalı. Və yaxud da ki, bu cür yaza bilərik. A71 çıx A1 bölünsün 71 çıx 1. 145 çıxılsın 5 bölünsün 70. Bu da bərabərdir 2'dir. Bizdən 5'dən sonra gələn 8-ci hədd soruşulur. Yəni A9. A9 da bərabərdir A1 plus 8'dir.
5 üzərinə gəl. 8 vur 2, cavabımız 21-dir. 27. Yerləşməsi üçün biraz kiçiltdim. Biraz ekranı böyüdüb baxa bilərsiniz buna. Uzunluğu müəyyən edin. Bizə verib böyük diaqonalı, yəni uzunluğu A kökdə 2x-dir. Böyük diaqonalına D böyük. Tərəfini x götürürəm. 2x-dirsə A kök altında 4-cü dərəcədən 3. X bərabərdir A bölü 2 kökdə 4-cü dərəcədən 3. Düzgün altıbucaqlının sahəsi 3A kvadratı kök altında 3 böl 2 düsturu ilə hesablanır. Əgər tərəfi burada x götürmüşəmsə, onda buna x yazacağım. 3x kvadratı kökdə 3 bölünsün 2. Yəni 3 vur bu ədədin kvadratı. A kvadratı böl 4 vur kökdə 3, bir də vur kökdə 3 böl 2. Yəni 9A kvadratı bölünsün 8. 1-ə D aiddir. Diaqonalı 2A olan, diaqonalının uzunluğu 2A'dır. Düzgün dördbucaqlının sahəsini tapın. Düzgün dördbucaqlının sahəsi ya tərəfinin kvadratı, ya da diaqonalının kvadratının yarısıdır. Diaqonalı 2A-dırsa kvadratı 4A kvadratı eləyəcək. Böl 2, bu da 2A kvadratı. Belə bir cavab B variantındadır. Bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuzu C götürsəm, sahəsi C kvadratı böl 4'dür. Bizə verib hipotenuz A bölü 2'dir. Bunun da sahəsi A kvadratı böl 4, bir də böl 4. Yəni A kvadratı böl 16'dır. Belə bir cavabımız C'dir. 3A C aiddir. 1D, 2B, 3C'dir. Çalışma 28. Üçbucaq şəklində olan bağda sıralarla meyvə ağacları əkilmişdir. Birinci sırada 1, hər sonraki sırada əvvəlkindən 3 ədəd çox, yəni ədədi silsilə olmaqla ağac əkilmişdir. Bağda olan ağacların sayı 92-dən çox olarsa, bağda ən azı neçə sıra olduğunu tapın. Yine araşdıracağıq. Bilir ki, SN 2A1 üzərinə gəl, n çıxılsın 1 vur D, böl 2 vur N'dir. Böyükdür 92'dən. 2A1'imizdə A1'in yerinə 1, D'nin yerinə 3 yazsam. 3 vurulsun N çıx 1, böl 2 vur N böyükdür 92. Yəni 2 üzərinə gəl 3N çıx 3, vur N böyükdür 184. Sadələşdirsəm, mütərizənin 3N çıx 1 edir. N'ə vurduqda 3N kvadratı çıxılsın. N 184'də sola keçirirəm. 3'ü apardım vurdum axıra. Gəlin bunun bu cür vuruqlarını ayıraq. Bu 4 vur 20, 46'da düzdür. 3'ü də apar vuracam axıra. 4 vur 2 vur 3 vur 23. Alınır da 24'dən 23'də 1 alınır. 24-23'də 1 alınır. Belə bir vuruqları ayırma kanalında vardı. Misal həlləri bölməsində kvadrat cədlinin tam kvadratın vuruqları ayırması adlı belə bir başlıqlı videodur. Ora baxsanız bunun tez vuruqları ayırmanın qaydasını tapacaqsınız. Demək, n çıxılsın 24, n üzərinə gəl 23, 3'ə də bölürəm, böyükdür 0'dan. N'lər zaten natural ədədlərdir deyə. Bax, ikinci mötərizə müsbətdir. Birinci mötərizəni n çıx 8'i böyükdür 0 götürsək, n 8'dən böyükdür. N 8'dən böyükdürsə, ən az 9 sıra olar. Cavabımız 9'dur. Çalışma 29. Radiusları 4 cm olan iki çevrədən hər biri digərinin mərkəzindən keçir. Ştrixlənmiş hissənin sahəsini tapın. Baxın, O1 ilə O2'ni birləşdirsəm, zaten radius rol oynuyor. A ilə B-ni birləşdirsəm, qarşılıqlı perpendikulyar olacaq. O radiusu yarı bölünəcək. R böl 2'dir. Gətirəm O1 A-nı və O1 B-ni birləşdirsəm, bunlar RR'dir. Deyə bucaq olacaq 30. Düzdür? Çünki 30'un qarşısı hipotenuzun yarısıdır. Və bu bucaq olacaq 60, bu bucaq da olacaq 60. Yəni, mərkəzi bucaq AO1B bərabərdir 120 dərəcə. İndi rənglədiyim hissəyə baxın. Bu rənglədiyim hissədə bir dairənin içində 2 dənədir. Bir bu yaşıl hissədir. Bir də həmin bu sarı hissədir. İkisi də hər biri fərqli dairələrdə segment rol oynuyorlar. Segmentin sahəsini tapmaq üçün mən
A O2-yə B-yə uyğun S yaşıl deyək. Yaşıl. S segmentin sahəsini tapmaq istəyirəm. Nə edəcəm? S A O1 B sektorunun sahəsindən çıxıram. S üçbucaq A O1 B-yə. Bu bərabərdir. Sektorun sahəsi pi r kvadratı alfa böl 360-dan çıxacaq. Üçbucağın sahəsi o da iki tərəf. R vur R. Onlar arasında qalan bucağın sinus hasilinin yarısı. Pini də deyib 3 qəbul elə. 3 vur R-imiz 4'dür. R bərabər 4. Mərkəzi bucaq 120 dərəcədir. Bu bizim alfamızdır. Bölünsün 360'dan çıxıram. 16 vur. Kökdə 3 böl 2 böl 2. Neçə edir bu? 360'lar gedir. 16 çıxılsın. 4 kökdə 3. Bu bir dənə yaşılın sahəsidir. Amma burada 2 dənədir axı. Çünki S A O1 B ilə S yaşılla S sarı bir-birinə bərabərdir. Çünki biri digərinin mərkəzindən keçir və eyni çevrələrdir. Yəni, mən bir dənə o ştrixlənmişin sahəsini tapmaq üçün ki, buna deyəcəm S1, buna deyəcəm S2. S1 ilə S2 bir-birinə bərabərdir. Bizdən də soruşulur S1 plus S2. Yəni, birinin sahəsini tapıb 2-yə vuracam. S1 ilə S2-nin sahəsini tapmaq üçün ümumi dairənin sahəsindən çıxıram. S segmentin sahəsinin 2 mislini. Baxın, 2 dənə çünki eyni rəng vardı. Dairənin sahəsi pi r kvadratı, yəni pi r kvadratı çıxılsın, 2s segment yazaq bu cür. 3 vur 16 çıx, segmentdə tapmışam bu. 2 vurulsun, 16 çıx, 4, kökdə 3. Bu bərabərdir. Qarşıdakı çıxmanı da nəzərə alsam neçə edir? 48 çıxılsın, 32 üzərinə gəl, 8 kökdə 3. 16 üzərinə gəl, 8 kökdə 3. Amma 2 mislidir. 2'ni vururam. 16 plus 8 kökdə 3'ə. Cavabımız 32. Üzərinə gəl. 16 kök altında 3. Cavabımız 32 plus 16 kökdə 3. Çalışma 30. Üçbucağın daxilində götürmüş nöqtədən tərəflərə qədər məsafələri bizə veribdir. M-dir. Bu olsun bizim üçbucağımız. Tərəflərə qədər məsafələr M-ə bərabərdir. Üçbucağın sahəsindən M ilə bu üçbucağın yarım perimetrinin hasilinə bərabər olduğunu ispat edin. Yəni, daxildə bir nöqtə götürək. Mən bunu belə bir üçbucaqlara ayıracam. Tərəfə qədər məsafəni. Üçün də bizə M veribdir. Tutaq ki, bu cürdür. Bu da M-dir, bu da M-dir, bu da M-dir. Tərəf A olsun, B olsun, C olsun. Bu da M-dir. Əslində bu cür. Üçü də bir-birinə bərabərdirsə, bir balaca ortada götürək bunu. Burada tərəfə qədər məsafələr olsun. Bu cür M. M-dir, bu M-dir. Adlandırıram A-dır, B-dir, C-dir. Gətirib birləşdirəcəm bu cür təpə nöqtələri ilə bunu. Fikir verin. Bir bu üçbucaq, bir sarı üçbucaqdan, bir də yaşıl üçbucağın üzərindən gedəcəm. Burada bir O yazıram. Bizə deyir, ispat edin ki, S ABC bərabərdir. P ABC'nin yarısı, yarım perimetri vurulsun. M hasilinə bərabərdir. S ABC bərabər deyilmi? S AOB plus S BOC plus S AOC. AOB üçbucağının sahəsinə yazaram. Tərəfləri göstərək. Bura C olsun, bura A olsun, burada B olsun. AOB üçbucağın sahəsi tərəf, bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. BOC-nin sahəsi tərəf A-dır, o tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. AOC-nin sahəsi tərəf B-dir, o tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. Üçündə də M böl 2'ni çıxarsam mötərizə xaricinə A plus B plus C ki, bu da üçbucağın perimetr rolu oynuyor. Doğrudan da ispat elədik ki, verilmiş üçbucağın sahəsi perimetrin yarısı, yəni yarım perimetr ilə hündürlük hasilinə bərabərdir.
Bununla da biz sizinlə 5-ci sınağın izahlarını yekunlaşdırdıq. Hələlik sağ olun. Gələn videolarda görüşərik.